Herkese salam. Bugün şifrələnmə üsulu ilə həll olunan test nümunələrinin izahına baxırıq. İlk sualımızda deyir ki, bilik sözündəki hər bir hərf əlifbada özündən müəyyən mövqe məsafədə yerləşən hərflə əvəzlənib. Verilmiş simvollar yığınından hansı bilik sözünün şifridir? Yəni bizə verib bilik sözü, bilik. Və deyir ki, hər bir hərf bu əlifbaya uyğun olaraq özündən müəyyən məsafədə yerləşən hərflə əvəzlənib. Gəlin baxaq ki, məsələn, A variantını bir-bir yoxlayaq. B-dən sonra D alınması üçün neçə hərf gəlməlidir? 1, 2, 3 hərf gəlməlidir. İndi bax, məsələn, hər dəfə 3 hərf gəldikcə, məsələn, i-dən sonra da 3 hərf gəlib q-dırsa, l-dan sonra 3 hərf gəlib o-dursa, demək A variantıdır. Amma deyilsə, demək ki, yanlışdır. Sonra i-yə baxaq onda. I-dən sonra 1, 2, 3 q gəlib, düzgündür. Sonra yenə l-ya baxaq bu səfər. 1, 2, 3 o gəlib, düzgündür. Sonra yenidən i. I yenə q olacaq da. Çünki i ikisi də eyni mənanı verir. 1, 2, 3 q-nı verir. Sonra k. 1, 2, 3. Baxın, 1, 2, 3. M-nı verir, amma burada n-dır. Deməli, A variantı deyil. Bax, sən bunu 3 mövqe məsafə ilə hesablasan A variantına görə. Hər bir şey 3 mövqe məsafə ilə gəlib üst-üstə düşəcək. Amma bir dənə K hərfi 3 mövqedə 1, 2, 3 K hərfi M-nı verəcək. Onda demək ki, 3 mövqe məsafədə yerləşmir. İndi keçirik B variantına. Baxaq görək, B hərfindən neçə mövqe məsafədən sonra E hərfi alınır? Baxıram, 1, 2, 3, 4. Demək, 4 mövqe məsafədən sonra E hərfi alınır. İndi baxaq görək, i-dən 4 mövqe məsafədən sonra l-mı alınacaq? 1, 2, 3, 4. Bəli, l alındı. Sonra l-dan 1, 2, 3, 4. Bəli, ö alındı. I onsuz da l-nı verir, düzdür? K-ya baxırıq. K hardadır? K hərfimiz 1, 2, 3, 4 n-nı verdi. Bəli, demək, bilik sözü özündən 4 mövqe məsafədə yerləşən hərflərlə əvəz olunub. Baxın, gəlin yoxlayaq bir də. B hərfindən 4 mövqe məsafədə yerləşəndə 1, 2, 3, 4. B hərfi bizə verir eyni, düzdürmü? İ hərfinə baxıram, 1, 2, 3, 4. İ hərfi bizə verir l-nı, düzdür? Sonra l hərfinə baxıram. 1, 2, 3, 4. L hərfi bizə verir ö-nü. İ hərfini bayaq tapdıq, onsuz da l-dır. K hərfinə də baxanda 1, 2, 3, 4. K hərfi də bizə verir nəyi? N hərfini. Demək, cavab olur B variantı. İndi keçirik 33-cü tip məsələyə baxaq. Deyir ki, K bərabərdir 5 mövqe üzrə əvəzlənərək şifrələnmiş imtahan ifadəsi. Bax, K bərabərdir 5 vasitəsilə şifrələnib. Yəni, hər hansısa bir söz imiş, buradakılardan hər hansısa bir söz imiş, o şifrələnib imtahan sözünü əmələ gətirib. Nəyi? İmtahan sözünü. İmtahanı. Bax, bu 5 addımla şifrələnib bu sözü əmələ gətirib. Deyir ki, bəs deşifrələsək, yəni əvvəlki versiyasına qayıtsaq alınan söz nədir? Baxın, burada belə bir məntiq var ki, burada əvvəlcə, yuxarıdakı misalda şifrələnməmişdi. Biz bilik sözünü 4 mövqe elədik, şifrələdik, gətirdik, bu sözü aldıq. 4 mövqe, özündən 4 mövqe məsafədə yerləşməklə, düzdür? Amma 33-cü sualda deyir ki, söz var əlimizdə, o şifrələnib artıq özündən 5 mövqe məsafədəki hərflərlə şifrələnib imtahan sözünü bizə verib. Bu sözü bizə verib. Deyir, bəs bunu deşifrələsək, yəni əvvəlki vəziyyətinə qayıtsaq hansı söz alınır? Bax, görək i hərfindən geriyə 5 hərf sonra hansı hərfdir? Bax, i hərfi buradadır. Sən 5 hərf geriyə getməlisən ki, görüm hansı hərfi şifrələyəndə i hərfi alınıb. Baxaq. 1, 2, 3, 4, 5. Bax, i-nin şifrələndiyi hərf ğ-dır. Yəni, sən ğ-nı şifrələyəndə sənə i-ni verib.
5 mövqe məsafədə dayananda 5 hərfindən əvəz eləsək, onda o sənə i-ni verir. İndi m-ya baxaq. Deşifrələmə ilə şifrələməni qarışdırmayın. Burada şifrələnib imtahan sözü alınıb 5 mövqe məsafədə. İndi əksinə eləyirik də, yəni geri gedirik. Görək hansı sözlərdən imtahan sözü alınıb. İndi m-ya baxaq. 1, 2, 3, 4, 5. M-nın qarşılığı oldu i. İndi t-ya baxaq, davam edək. T hardadır? 1, 2, 3, 4, 5. Ö hərfi alındı. İndi a-ya baxaq. A-dır, düzdürmü bura? Belə gedirik. 1, 2, 3, 4, 5. Hansı hərfi alındı a-nın qarşılığı? 1, 2, 3, 4, 5. Yəni u hərfi alındı. A-nın qarşılığı olur u. U olmamalıydı əslində. 5 mövqe məsafədə u-dur da. 1, 2, 3, 4, 5. Bəli, u-dur. Demək, A-nın qarşılığı olur u hərfi. Sonra h-ya baxırıq. H hanı? H hərfi 1, 2, 3, 4, 5. E-dir h-nın qarşılığı. A-nın qarşılığını onsuz da tapdıq. Nə oldu? U. N-nın qarşılığı nədir? 1, 2, 3, 4, 5. N-nın da qarşılığı olur j. Baxıram ki, belə bir variantım varmı? I, C variantı ö, v yox. V olsaydı 1, 2, 3 olardı. V deyil. Cavablarda variant yoxdur, amma cavabımız olur. Bax, bizim aldığımız bu cavab. Burada u olmalıdır. U. V yox, u olmalıdır. İndi keçirik 32-ci sual nümunəsinə. Bizə deyir ki, əlifbanın hərf ardıcıllığı birdən başlayaraq 16-lıq say sisteminin rəqəmləri ilə şifrələnib. Yəni ki, sizə verdiyi burada ardıcıllıq var ha. Bu ardıcıllıq. Bu ardıcıllıq 16-lıq say sisteminin rəqəmləri ilə şifrələnib. Bu nə deməkdir? Baxın, yəni və 1-dən başlayarıq. Yəni A-nın kodu 1-dir, B-nin kodu 2-dir, 3-dür, 4, 5, 6, 7, 8, 9 və biz bilirik ki, 16-lıq say sisteminin ədədləri 0-dan 9-a qədərdir. Yerdə qalanlar A, B, C, D, Y, F-dir. Yəni 10, 11, 12, 13, 14, 15 hərflərlə işarə olunur. 9-dan sonra A gəlir, sonra B gəlir, C, D, Y, F gəlir. İndi nə gələcək bəs? Yerdə qalanlarımızı nə ilə yazaq? Bu sözləri. Bax, bundan sonra nə etməliyik? Bitdi də, düzdür. Bura qədər 16-lıq say sisteminin hərfləri, rəqəmləri bitdi. Bundan sonra yazmalıyıq. Bax, nə gəlməlidir? 1, 2, düzdürmü? Sonra 1, 3, düzdürmü? Sonra 1, 4, düzdür? 1, 4. Sonra 1, 5. Baxın, 1, 5. Sonra 1, 6. Bu 1, 6. 1, 7. 1, 7. 1, 8. 1, 9. Sonra 1, A. 1, 9, 1, A. Bu X hərfi, 1 A. Sonra 1, B. Sonra 1, C. Deyə nömrələnib gedir. Bax, deyir ki, bu nömrələnmədə infonun şifrini tapın. Baxıram, i-nin şifri nə ilə başlayır? 9-la. Yazdım 9-u. N-ya baxıram. N-nın şifri E hərfi ilə başlayır. Yazdım E-ni. Sonra F-ya baxıram. F-nın şifri 6-dır. Sonra O-ya baxıram. O-nun şifri F-dir. Demək, cavabımız olur 9Y, 6F. Yəni D variantı. Ümid edirəm ki, artıq bu tip sual nümunələri sizə aydındır.